Şuara suresi Məkkədə nazil olmuşdur. 227 ayet. Bağışlayan ve mehriban Allah'ın adıyla. Ta, sin, mim. Bunlar hakkı batilden ayıran, möcüzələri, hökmləri, açıq aydın kitabın ayələridir. Ya Muhammed, Məkkə müşrikləri iman gətirməyəcəklər deyə, bəlkə özünü həlak mı edəcəksən? Əgər istəsək, göydən onlara bir ayə, dəlil göndərərik. Onlar da ona səssiz, səmirsiz boyun əyib durarlar. Onlara Rəhmandan, rəhimli olan Allah'tan elə bir yeni öyüd nəsiyyət, xəbərdarlıq gəlməz ki, ondan üz döndərməsinlər. Onlar Qur'anı yalan hesab etdilər. Onların istehza etdiklərinin, Qur'anın müşriklərə veriləcək əzab barəsindəki xəbərləri gəlib onlara çatacaqdır. Məyər onlar yer üzünə baxıb, orada növbə-növ gözəl bitkilər və meyvələr yetişdirdiyimizi görmürlərmi? Şübhəsiz ki, bunda Qur'anı və Peyğəmbəri təksib edənlər üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər. Həqiqətən Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir. Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar. Ya Muhammed, yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu. Ged o zalim tayfanın yanına, Firon tayfasının yanına və onlara de ki, məni qoyub başqalarına ibadət etməkdən, İsrail övladına əziyyət verməkdən məgər qorxmurlar? Musa dedi, ey Rəbbim, onların məni yalancı sayacaqlarından qorxuram. Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da peyğəmbərlik ver. Cəbraili ona göndərib nübüvvət bəxş et. Bir Qibtini öldürdüyümə görə onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram. Allah buyurdu, xeyr, Firon səni əsla öldürə bilməz. Hər ikiniz möcüzələrinizlə Fironun yanına gedin. Şübhəsiz ki, biz də sizinlə birlikdə Firon tayfasının nə dediyini eşidəcəyik. Fironun yanına gedib belə deyin, biz aləmlərin Rəbbinin peyğəmbərləriyik. İsrail oğullarını bizimlə birlikdə Şama göndər. Onlara əzab, əziyyət vermə. Musa, Harunla Fironun yanına gedib bu sözləri deyəndən sonra, Firon onu tanıyıb dedi, biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı? Axırda elədiyini də elədin, bir Qibtini vurub öldürdün, sən nankorun birisən. Musa dedi, mən onu edərkən, mənə hələ peyğəmbərlik bəxş edilməmiş, Tövrat nazil olmamışdı. Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət, peyğəmbərlik ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi. Boynuma minnət qoyduğum bu nemət də məni sərbəst buraxıb İsrail oğullarını özünə qul etdiyinə görədir. İsrail övladını kölə etdiyin halda məni öz yanına alıb böyütdüyünü başıma mı qaxırsan? Firon dedi, aləmlərin Rəbbi nədir? Musa,
Əgər yəqin inanacaqsınızsa bilin ki, o göylərin, yerin və onların arasında olanların, bütün məxluqatın Rəbbidir deyə cavab verdi. Firon ətrafındakılara, eşitdinizmi dedi. Musa'nın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram. O isə mənə onun sifətləri, əməlləri haqqında cavab verir. Musa dedi, o sizin də, ulu babalarınızın, keçmiş atalarınızın da Rəbbidir. Firon ətrafındakılara, sizə göndərilmiş Peyğəmbər şübhəsiz ki, divanədir, dedi. Musa dedi, əgər ağıllı başlı düşünə bilirsinizsə, anlayın ki, o şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir. Firon, əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm, dedi. Musa dedi, əgər sənə dediklərimin doğru olduğunu sübut edəcək, açıq-aşkar bir dəlil gətirsəm necə? Firon, əgər doğru deyirsənsə, de onu gətir, dedi. Musa, əsasını yerə atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu. Sonra əlini qoltuğunun altından, yaxud qoynundan çıxarar-çıxartmaz, o baxanlara ağappaq göründü, parlaq bir nur kəsildi. Firon ətrafındakılara dedi, şübhəsiz ki, bu çox bilikli bir sehirbazdır. O öz sehri ilə sizi qorxudub, yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursuz? Nə edək? Onlar dedilər, onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar göndər ki, bütün bilikli, bacarıqlı sehirbazları toplayıb sənin yanına gətirsinlər. Nəhayət, sehirbazlar məlum bir günün müəyyən vaxtında, bayram günü, günorta çağı yığıldılar. Fironun xidmətçiləri tərəfindən cəmaata deyildi, siz də yığılırsınızmı? Əgər sehirbazlar Musaya üstün gəlsələr, güman ki, biz də onlara tabi olarıq. Sehirbazlar gələn kimi Firona dedilər, əgər biz Musaya qalib gəlsək, yəqin ki, bizə bir muzd, mükafat veriləcək, elə deyilmi? Firon dedi, bəli, və üstəlik siz mənə yaxın adamlar olacaqsınız. Musa onlara dedi, sehir alətlərinizdən yerə nə atacaqsınızsa atın. Onlar iplərini və əsalarını yerə atıb, Fironun şan şövkətinə, qüdrətinə and olsun ki, biz üstün gələcəyik, dedilər. Bundan sonra Musa da əsasını yerə atdı. Əsa dərhal bir əjdaha olub, onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu. Sehirbazlar bunu görən kimi səcdiyə qapandılar və dedilər, biz iman gətirdik aləmlərin Rəbbinə, Musanın və Harunun Rəbbinə. Firon dedi, mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz. Çünki o həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür, heç eybi yoxdur. Əzabımın nə olduğunu sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəstirib, hamınızı çarmıxa çəkdirəcəyəm. İman gətirmiş sehirbazlar dedilər, zərəri yoxdur. Biz öz Rəbbimizə tərəf, Allahın hüzuruna dönəcəyik. Biz, sənə tabi olanlar, yaxud zəmanə əhli içində Musaya və onun təbliğ etdiyi dinə ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik. Sonra Musaya belə vəhy etdik. Qullarımla birlikdə Misiri tərk edib gecə yola çıx. Siz şübhəsiz ki, Fironun ordusu tərəfindən təqib ediləcəksiniz. Firon şəhərlərə əskər yığanlar göndərdi. O belə deyirdi, şübhəsiz ki, bunlar
İsrail övladı kiçik bir tayfadır. Onlar bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə bizi qəzəbləndirmişlər. Və ya İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər. Biz isə qüvvətli, yaxşı silahlanmış, yaxud ayıq-sayıq işimizi bilən bir cəmaatıq. Nəhayət biz onları, Fironu və tayfasını bağlardan və bulaqlardan çıxartdıq. Xəzinələrdən və gözəl, bərəkət dolu yerdən kənar etdik. O yerlərdən onları beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. Firon və əskərləri günəş doğduqda onların, İsrail oğullarının arxasınca düşdülər. İki dəstə tayfa bir-biri ilə qarşılaşdığı zaman Musanın cəmaatı dedi, işimiz bitdi, artıq yaxalandıq. Musa dedi, xeyr, Rəbbim mənimlədir, o mütləq mənə yol göstərəcəkdir. Onda Musaya belə vəhy etdik, əsanla dənizə vur. Musa əsasını dənizə vuran kimi o dərhal yarıldı. İsrail oğullarının soyuna müvafiq olaraq 12 hissəyə bölündü və hər hissə böyük, uca bir dağ kimi oldu. O biriləri, Firon əhlini də ora yaxınlaşdırdıq, dənizin sahilinə topladıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O biriləri, Firon tayfasını isə suya qərq etdik. Şübhəsiz ki, bunda Musanın bu hekayətində bir ibrət vardır. Lakin onların, Firon tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin əksəriyyəti iman gətirmədi. Ya Muhammed, həqiqətən sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir. Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar. Ya Muhammed, onlara İbrahimin hekayətini söylə. O zaman ki, o öz atasına və tayfasına demişdi, nəyə ibadət edirsiniz? Onlar bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik deyə cavab vermişdilər. İbrahim demişdi, onları çağırdığınız, dua etdiyiniz zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi? Onlar, xeyr, ancaq biz öz atalarımızın belə ibadət etdiklərini gördük deyə cavab vermişdilər. İbrahim demişdi, indi nəyə ibadət etdiyinizi görürsünüzmü? Sizin və ulu babalarınızın. Aləmlərin Rəbbi istisna olmaqla, onlar, sizin bütləriniz mənim düşmənimdir. Məni yaradan və məni doğru yola yönəldən odur. Məni yedirdən də, içirdən də odur. Xəstələndiyim zaman mənə yalnız o şəfa verir. Məni öldürəcək, sonra yenidən dirildəcək odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də odur. Ey Rəbbim, mənə hikmət, peyğəmbərlik, elm bəxş et və məni sənin rizanı qazanmış salihlərə, yaxşılar zümrəsinə qovuşdur. Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə. Gələcək nəsillər məni həmişə yaxşı yad etsinlər. Xatirimi əziz tutub, adımı hörmətlə çəksinlər. Məni nəyim cənnətlərinin varislərindən et. Atamı bağışla. Şübhəsiz ki, o, haqq yolu azanlardan oldu. İnsanların qəbirlərindən çıxardılıb, dirildiləcəyi gün, qiyamət günü məni zəlil, rüsva etmə. O gün ki, nə mal dövlət, nə də övlad bir fayda verər. Ancaq sağlam, təmiz, daxilində şək şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan bir qəlblə Allahın huzuruna gələn kimsədən, möminlərdən başqa. O gün
Cənnət Allahdan qorxub, pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar. Cəhənnəm də azğınlara göstərilər. Və onlara belə deyərlər: İbadət etdikləriniz bütlər hardadır? Allahdan başqa ibadət etdikləriniz, onlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir köməkləri çatarmı? Onlar, müşriklər və azğınlar, üzü qoylu üst-üstə oraya, cəhənnəmə atılarlar. İblisin bütün əskərləri də ora sürüklənib salınarlar. Onlar orada öz bütləri və rəisləri ilə çənəbağaz olub deyərlər: Allaha and olsun ki, biz haqq yoldan açıq aydın azmışdıq. Çünki biz siz bütləri aləmlərin Rəbbi ilə bərabər tuturduq. Bizi yalnız günahkarlar azdırdı. İndi artıq nə şəfaət edən kimsələrimiz, nə də bir mehriban dostumuz var. Kaş bir də dünyaya dönə biləydik, möminlərdən olardıq. Həqiqətən bunda, İbrahimin bu hekayətində bir ibrət vardır. Halbuki onların, İbrahim qövmünün, yaxud bu əhvalata qulaq asanların əksəriyyəti iman gətirmədi. Həqiqətən sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir. Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar. Nuh tayfası peyğəmbərləri təkzib etdi. Onlar Nuhu yalançı saydılar. Bir peyğəmbəri təkzib etmək, bütün peyğəmbərləri təkzib etmək deməkdir. O zaman ki, qardaşları Nuh onlara dedi: Məgər küfr etməyinizə görə qorxmursuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası, bel bağlanılası bir peyğəmbərəm, vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm. Artıq Allahdan qorxun və mənə itaət edin. Mən bunun dini, risaləti təbliğ etməyin müqabilində sizdən heç bir muzd əvəz istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Artıq Allahdan qorxun və mənə itaət edin. Onlar, sənə ən rəzil, səfil, yoxsul adamlar tabi olmuşkən, biz sənə iman mı gətirəcəyik, dedilər. Nuh dedi: Mən onların nə etdiklərini, daxilən nə cür olduqlarını bilmirəm. Əgər başa düşürsünüzsə bilin ki, onların haqq hesabı, imanlarının zahiri yaxud daxili olduğu, ürəkdən iman gətirib gətirmədikləri yalnız Rəbbimə aiddir. Mən ancaq zahirə baxıram. Və mən iman gətirənləri qovan da deyiləm. Mən yalnız günahkarları Allahın əzabı ilə açıq-aşkar qorxudan bir peyğəmbərəm. Onlar dedilər: Ey Nuh, əgər dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən əl çəkməsən, mütləq daşqalaq ediləcəksən. Nuh dedi: Ey Rəbbim, həqiqətən qövmüm məni təkzib etdi. Artıq mənimlə onlar arasında sən hökm ver. Məni və mənimlə birlikdə olan möminləri bu əzabdan qurtar. Buna görə də biz onu, Nuhu və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik. Sonra yerdə qalanları suda boğduq. Şübhəsiz ki, bunda, Nuhun bu hekayətində bir ibrət vardır. Halbuki onların, Nuh tayfasının, yaxud bu hekayətə qulaq asanların əksəriyyəti iman gətirmədi. Həqiqətən sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir. Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar. Ad tayfası da peyğəmbərləri təkzib etdi. O zaman ki, qardaşları Hud onlara dedi: Məgər küfr etməyinizə,
peyğəmbərləri yalançı saymağınıza görə Allahın əzabından qorxmursuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası, bel bağlanılası bir peyğəmbərəm. Allahdan qorxun və mənə itaət edin. Mən bunun dini, risaləti təbliğ etməyin müqabilində sizdən heç bir muzd, əvəz istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Doğrudanmı siz hər təpədə bir köşk, əlamət qurub, gəlib gedənləri məsxəriyə qoyaraq əylənirsiniz? Sanki dünyada əbədi qalacaqsınız deyə, yeraltı su hövzələri, qalalar, yaxud qəsrlər tikirsiniz. Və birini yaxaladıqda da zalimlər kimi yaxalayırsınız. Onu vəhşicəsinə döyüb öldürürsünüz. Artıq Allahdan qorxun və mənə itaət edin. Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri, nemətləri sizə əta etdi. Sizə heyvanat, oğul uşaq, bağlar və çeşmələr verdi. Mən böyük günün, qiyamət gününün sizə üz verəcək əzabından qorxuram. Onlar dedilər, bizə öyüd nəsiyyət versən də, verməsən də bizim üçün eynidir. Dinimizdən dönən deyilik. Bu bizdən əvvəlkilərin adətindən, gördükləri işlərdən başqa bir şey deyildir. Yaxud bizə dediyin bu sözlər, qədimlərin uydurmalarından başqa bir şey deyil. Və biz əzaba da düçar olmayacağıq. Onu, Hudu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda, Hudun bu hekayətində bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. Həqiqətən sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir. Səmud tayfası da peyğəmbərləri təksib etdi. O vaxt ki, qardaşları Salih onlara dedi, məyər küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab etdiyinizə görə Allahın əzabından qorxmursuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası, bel bağlanılası bir peyğəmbərəm. Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm. Artıq Allahdan qorxun və mənə itaət edin. Mən bunun Allahın hökmlərini, risaləti təbliğ etməyin müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Məyər siz elə burada, onların içində arxayınlıqla qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli, gözəl meyvəli xurmalıqlar içində xatircəmli ilə ömür sürəcəksiniz. Dağlardan sanki dünyada əbədi yaşayacaqsınız deyə özünüzə məharətlə və ya təkəbbürlə evlər yonub düzəldəcəksiniz. Artıq Allahdan qorxun və mənə itaət edin. Günah etməklə həddi aşanların əmrinə tabi olmayın, onlara boyun əyməyin. O kəslər ki, yer üzündə fitnə fəsad törədər və pis işlərdən, günah əməllərdən əl çəkib özlərini islah etməzlər. Onlar dedilər, həqiqətən sən əməlli başlı, ovsunlanmışlardansan, divanənin birisən, sən hardan peyğəmbər oldun? Sən də bizim kimi ancaq adi bir insansan. Əgər doğru danışanlardansansa, həqiqi peyğəmbərsənsə, bizə Allahdan bir möcüzə gətir. Salih dedi, bu, Allahın möcüzəsi olan dişi bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir. Bir gün çeşmədən o su içsin, bir gündə siz için. Bir-birinizə mane olmayın. Ona heç bir pislik etməyin, yoxsa böyük günün, qiyamət gününün əzabı sizi yaxalayar. Amma onlar dəvəni tutub kəstilər.
Sonra da əzab qorxusu ilə peşman oldular. Artıq əzab onları yaxaladı. Hamısı məhv oldu. Şübhəsiz ki, bunda, Salihin bu hekayətində bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. Həqiqətən sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir. Lut tayfası da peyğəmbərləri təksib etdi. O zaman ki, qardaşları Lut onlara dedi, məyər küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından qorxmursuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası, bel bağlanılası bir peyğəmbərəm. Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm. Artıq Allahdan qorxun və mənə itaət edin. Mən bunun, Allahın hökmlərini, risaləti təbliğ etməyin müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz günah etməklə həddi aşan bir cəmaatsınız. Onlar dedilər, ey Lut, əgər bu sözlərinə bizi danlamağa son qoymasan, öz yurdundan mütləq qovulacaqsan. Lut dedi, həqiqətən mən sizin əməlinizə nifrət edənlərdənəm. Ey Rəbbim, məni və ailəmi bunların gördüyü pis işdən, onların bəd əməllərinin cəzasından qurtar. Artıq Lutu və bütün ailəsini əzabdan xilas etdik. Ancaq geridə qalan bir qadın, Lutun günahkar övrəti istisna olmaqla. Sonra da o biriləri məhv edib kökünü kəsdik. Onların üstünə qızmar daşdan bir yağış yağdırdıq. Peyğəmbər tərəfindən Allahın əzabı ilə qorxudulanların yağışı nə yaman yağışdır. Şübhəsiz ki, bunda, Lutun bu hekayətində bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. Həqiqətən sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir. Əykə əhli də peyğəmbərləri təksib etdi. O zaman ki, Şüeyb onlara dedi, məyər küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından qorxmursuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası, bel bağlanılası bir peyğəmbərəm. Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm. Artıq Allahdan qorxun və mənə itaət edin. Mən bunun, Allahın hökmlərini, risaləti təbliğ etməyin müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Ölçüdə düz olun, onu əskildənlərdən olmayın, düz tərəzi ilə çəkin, insanların haqqını azaltmayın, cəmaatın malını əskiltməyin, kimin haqqı nədirsə, onu da verin. Yer üzündə fitnə fəsad törətməyin və sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun. Onlar dedilər, həqiqətən sən əməlli başlı ovsunlanmışlardansan. Divanənin birisən, sən hara, peyğəmbərlik hara? Sən də bizim kimi adi bir insansan. Bizə elə gəlir ki, sən yalançının birisən. Əgər doğru danışanlardansansa, həqiqi peyğəmbərsənsə, göyün bir parçasını üstümüzə indir. Şüeyb dedi, sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir. Nəhayət onu, Şüeybi təksib etdilər və buna görə də buludlu günün,
qızmar günəşdən sonra peyda olan qara buludun əzabı onları yaxaladı. Həqiqətən o, böyük, müthiş bir günün əzabı idi. Şübhəsiz ki, bunda Şüeybin bu hekayətində bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. Həqiqətən sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir. Şübhəsiz ki, bu Qur'an aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Onu Cəbrail, Ruhul Əmin endirdi. Günahkarları Allahın əzabı ilə qorxudan, xəbərdar edən peyğəmbərlərdən olasan deyə sənin qəlbinə nazil etdi. Özü də açıq, aydın, ərəb dilində. Həqiqətən o, Qur'anın nazil olacağı xəbəri, mənası və hökmləri, peyğəmbərin vəsfi, əvvəlkilərin, keçmiş peyğəmbərlərin kitablarında mövcuddur. Məyər İsrail övladı alimlərinin Qur'anın ilahi kitab, sənin həqiqi peyğəmbər olduğunu bilmələri, onlar bu kafirlər üçün bir dəlil, sübut deyilmi? Əgər onu ərəb olmayanlardan, ərəbcə bilməyənlərdən birinə nazil etsəydik və o, Qur'anı onlara, Məkkə müşriklərinə və kafirlərə oxusaydı, bu şəxs ərəb dilini yaxşı bilmir, qeyri-ərəbə tabi olmaq, onun ardınca getmək bizə ayıbdır deyə ona iman gətirməzdilər. Biz küfrü, inadkarlığı günahkarların qəlbinə belə salarıq. Onlar şiddətli əzabı görməyənədək Qur'ana inanmazlar. Əzab onlara qəflətən, özləri də hiss etmədən gələr. O zaman onlar deyərlər, əcəba, tövbə etmək, iman gətirmək üçün bizə möhlət veriləcəkmi? İndi günahkarlar əzabımızın dünyada onlara tezmi gəlməsini istəyirlər? Ya Muhammed, görürsənmi? Əgər biz onlara, kafirlərə illərcə nemət, gün güzaran versək, sonra vəd, təhdid olunduqları əzab onlara yetişsə, onlara verilmiş olan nemətlər əzabımızı onlardan dəf edə bilməz. Heç bir şey onlara veriləcək əzabı geri qaytara bilməz. Əksinə, firavan həyat, bol nemət onların günahlarını, cinayətlərini daha da artırar. Biz heç bir məmləkəti ora peyğəmbərlər göndərmədən məhv etmədik. Peyğəmbərləri öyüd nəsihət vermək üçün göndərdik. Biz zalim deyilik. Qur'anı əsla şeytanlar endirmədi. Bu onlara layiq deyildir. Onlar bunu heç bacara da bilməzlər. Axı onlara vəhy eşitmək, mələklərin söhbətinə qulaq asmaq qadağan edilmişdir. Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düşar edilənlərdən olarsan. Və ən yaxın qohumlarını qorxud. Sənə tabi olan möminləri qanadın altına al. Onlarla yumuşaq davran, nəzakətlə rəftar et, köməklərinə çal. Əgər yaxın qohumların, əşirətin sənə qarşı çıxsalar, onlara belə de, şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam və yenilməz qüvvət, mərhəmət sahibinə təvəkkül et. O Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində dolananda da, həqiqətən hər şeyi eşidən, bilən odur. Ey müşriklər! Şeytanların kimə nazil olduqlarını sizə xəbər verinmi? Onlar hər bir yalançıya, günahkara nazil olarlar.
şeytanlar mələklərdən oğrun eşitdikləri adda-budda sözləri onlara təlqin edərlər. Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar. Onların əksəriyyəti yalancıdır. Müşrik və kafir şairlərə gəlincə, onlara yalnız azğınlar uyar. Məyər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib dolaşırlar, hər tərəfə meyl edir, birini yalandan məth, digərini isə əbəs yerə həcv edirlər. Və onlar etmədikləri şeyləri deyirlər. Onların dediklərinin əksəriyyəti yalandır. Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa. Zülm edənləri isə öləndən sonra hansı dönüşə dönəcəklərini, hara qaydacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını mütləq biləcəklər.